Avropa İttifaqı Gürcüstanda yerləşən Xulevi neft terminalının Rusiyaya qarşı sanksiyaların 20-ci paketindən çıxarıb. Bu barədə Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişviliyə məktubla məlumat verib. Bildirilib ki, Gürcüstan hökuməti limanlara Avropa İttifaqının sanksiyaları altında olan gəmilərin daxil olmasına icazə verməyəcək. Həmçinin SOCAR Avropa İttifaqının sanksiyalarına uyğun fəaliyyət göstərəcəyini və Rusiya nefti ilə bağlı məhdudiyyətlərə riayət edəcəyini öhdəsinə götürüb. Bu öhdəliklərdən sonra Avropa İttifaqı Xulevi limanının sanksiyalar paketindən çıxarmaq qərarı verib. Gürcüstanda rəsmi səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti bugün Gürcüstanın baş naziri İrakli Qobaxidze ilə görüşəcək. Həmçinin ombudsmanla da görüş planlaşdırılıb. Bundan əvvəl ATƏT nümayəndələri artıq Gürcü arzusu, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüblər. Hakimiyyətin oponentləri bildirirlər ki, onlar tənqidi nəticə gözləyirlər. Hakim komanda isə dialoqa hazır olduğunu deyir və iddia edir ki, Parlament Assambleyasının hakimiyyəti legitimliyi ilə bağlı sualları yoxdur. Qeyd edək ki, ATƏT Parlament Assambleyasının nümayəndə heyəti Gürcüstanda 8 martda gəlib və səfər bugün başa çatacaq. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Baço Axalayevə qarşı yeni cinayət işi üzrə istintaqa başlayıb. Araşdırma Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə aparılır və dövlət hakimiyyətini devirməyə çağırış deməkdir. İş Baço Axalayevanın məhkəmədə dediyi Bicini İvanişvili devrilməlidir ifadəsi ilə bağlıdır. Bu bəyanatı dünən Axalayevanın həyat yoldaşı sosial şəbəkədə yayıb. Video qapalı məhkəmə prosesindən götürülüb. Qeyd edək ki, Baço Axalayev 4 oktyabr hadisələri ilə bağlı işi üzrə də ittiham olunur. Ona qrup zorakılığını təşkil etmək və rəhbərlik etmək ittihamı irəli sürülüb ki, bunun cəzası 9 ilə qədər azadlıqdan məhrum etmədir. İranı məğlub etmək üçün Gürcü arzusunu məğlub edin. Bunu Amerikalı konqresmen Joe Wilson sosial şəbəkədə yazıb. Wilson bildirib ki, anti-Amerikan mövqeli Gürcü Arzusu partiyası Amerikalıların onların İran rejimi ilə əməkdaşlıq etdiyini öyrənməsindən çox qorxur və buna görə də bu faktı qeyd edən ekspertləri susturmağa çalışır. O əlavə edib ki, İranı məğlub etmək üçün Gürcü arzusunu məğlub edin. Donald Trump bildirib ki, müharibə kifayət qədər tez başa çatacaq. Onun sözlərinə görə İrana qarşı hərbi əməliyyatlar çoxdan başlamış idi. Trump deyib ki, müharibə başlayandan bəri ABŞ 5000-dən çox hədəfi vurub və İranın dron və raket imkanları tamamilə məhv edilib. O əlavə edib ki, əgər ABŞ və İsrail ilk zərbəni endirməsəydi, İran yaxın şərqi ələ keçirə bilərdi. Trump həmçinin İranın qonşu ölkələrə hücumlarını axmaq addım adlandırıb və neft qiymətlərini azaltmaq üçün bəzi neft sanksiyalarını ləğv edəcəyini bildirib. Neftin qiyməti 2 dəfə artıb və digər bütün məhsulların qiyməti də sürətlə yüksəlir. Bunu İranın Xarici İşlər Naziri Abbas Araqçı bildirib. Araqçı epik qəzəb əməliyyatını epik səhv adlandırıb və qeyd edib ki, neft qiymətlərinin artması ilə yanaşı ABŞ-ı çoxlu sürprizlər gözləyir. O sosial şəbəkədə yazıb. Biz bilirik ki, ABŞ böyük inflasiya şokunu dayandırmaq ümidi ilə neft və nüvə obyektlərimizə qarşı sui-qəsd planlaşdırır. Türkiyə prezidenti İranın təxribatçı addımlar atmağa davam etdiyini söyləyib. Rəcəb Tayyip Erdoğan Türkiyənin İranın hərəkətlərini müttəfiqləri ilə müzakirə edəcəyini bildirib. O həmçinin 6 F-16 təyyarəsinin Kiprə yerləşdirilməsinin ardından əlavə tədbirlər görəcəyini bildirib.